Salam əziz izləyicilər. Sizlərə bir sual ilə e, müraciət eləmək istəyirəm. Baxın, görürsünüz bu ikisi də nar ağacıdır. Bu da nar ağacıdır, bu da nar ağacıdır və eyni ağaclardır. Yaxşı. İnşallah yəqin ki bu videoya baxanlar fikirlərini bildirərlər. Yəni ki nəbatətdən, yəni bitkilərdən, ağaclardan başa çıxanlar inşallah bildirərlər. Bu ağacda nə üçün artıq narlar yetişməkdədir? Görürsünüz, çoxdur. Yəni artıq demək olar ki, hamısında nar var. Yəni, bilmirəm, göründüyü qədər göstərdim. Baxın, yuxarıda da var. Həmçinin burada da çoxdur. Ümumiyyətlə çoxdur. Baxın, görürsünüz. Baxın. Artıq demək olar ki, narlarımız əmələ gəlib. Yaxşı. Bəs burada niyə yoxdur? Baxın, bu ağacda bir dənə də olsun nar görsənmir və məni də çox maraqlandırır ki, bu sual niyə bu ağacda hələ ki bir dənə də olsun nar yoxdur? İkisi eyni ağacdır. Yəni eyni ağacdır. Bunun səbəbi nədir? Kim deyə bilər? Nə üçün bu ağacda nar var, bu ağacda nar yoxdur? Yəqin ki bir hikməti var. Yəqin ki bu azdan çoxdan bu elmi bilənlər bilirlər ki, nə üçün bunda nar var, bunda nə üçün nar yoxdur? Ola bilər ki, hansısa bir çatışmayan nəsə var. İnşallah kommentariyalarda yazsanız və məni də məlumatlandırsanız çox gözəl olar. Öncədən minnətdarlığımı bildirirəm hər birinizə. Xahiş edirəm izləyicilərimiz fikirlərini bildirsinlər.